everyone. Herkese selam. Ben Muhammed. Hoş geldiniz. Deməli, bugünləri sabahımızı çəkirəm. Əslində hazırlığın ilk gün vlog falan çəkmək istəyirəm. Burası sonra qısa olduğu üçün hazırlıqda video çəkə bilməyəcəm. Məqsud olacağını düşündüm. Ona görə də bugünlər sabahımızı çəkirəm və sabahımızın içində devamı yazmaq istəyirəm. 2 dənə hazırlığım var. İngilis dili və riyaziyyat. Sabah deyil. 4-cü gün riyaziyyatdır. 5-ci gün İngilis dilidir. Bugünlərdə 2-ci gündür. Amma mən yenə də imtihan edib rahat qalmaq istəyirəm. Və video üçün falan ümumiyyətlə çaşqam qırılmışdı. Çaşqamı arayacaqdım. Və bizdə tinsel var. Bacım məndən tinsel tapmaq istədi neçə dəfə. Mən də ona deyirdim ki, başımın yanında saçımı düzləşdirib taxaram. Amma hər dəfəsində ya gündüz yurdu başına deyirdim, istedi və də hər dəfə ertələyirdim. Amma bu səfər taxma dırnaq taxmışam, bundan çıxarmaq istəmirəm. Amma nəysə çıxaracam. Və də indi bacıma tinsel taxacam. Amma tinsel taxmadan qabaq mən çaşqalına gələcəkdim. O mənə dedi ki, mən sənə öz çaşqalından verəm. Yəni 2 dənə. Mən bunu istəyirəm. Mən bunu daha çox bəyəndim. Qaşıq da var, şəkər şey eləmək. Bunun belə qaşığı da var. Yəni kötünün iyisi deyərim. Tam olaraq mənim istədiyim tərzdə deyil. Mən şəffaf idi mənim stəkanım. Şəffaf edirəm. Şəffaf idi, amma şey şəkildəydi də. Sən indi sizə göstərəcəm. Məsələn, bu çaşqanı görürsünüz. Bunun ağzı belə açıq bunu, belədir. Amma mənim çaşqamın ağzı belə olduğu üçün, məsələn, mən hazırlıqdan gəlirdim, çayımı süzürdüm, çıxırdım otağıma. Məsələn, əynimi dəyişənə, nə biləm, otağıma sərgəyə salına falan. Qədər o heç soyumurdu. Yəni, elə çaşqalarda geç soyur. Mən də ona görə elə çaşqalarda çox üstünlük verirəm, amma dediğim kimi o sınırlı maalesef. Belə. Ayıcıqlıdır. Yenidən kutu. Qaşığı da var. Dırnaqlarım da çox yanında gedir. Deyəm bəlkə çıxartmayayım. Bundan sonra edəyəm sən. Dırnağımı çıxarıq. Yapışqandır. Mən hayırlı, yaxşı bir bacı olduğum üçün inanın daha dönsün. İndi dırnağımı belə çıxartdım. Bəyağa götürüncümü belə dırnaq güzəndədim vurdum. Belə sarı rəngdə tinseli almışdım. Belə qızıl rəngdə. Əslində gümüş rəngdə burada belə tinsəllər var. Amma bunlar belə bu daraqlandı. Yəni çıtızla yapışır başa. Bunlar isə özünüz tapırsınız. İşıq düşür, açıq kimi cüzdəm gəlbə üçün. Nəysə. Deməli, indi saçını düzləşdirdim. İndi tinsəli taxacam. Amma hər ehtimal yenə də taxtımı göstərəcəm sizə. Mən bunu həqiqətən çox geç sözdüm. Aldım və taxa bilmədim. Nə qədər videoya baxsam da alınmırdı məndə. Necə edirik? Baxın belə. Bir dənə belə üst bucaq kimi yaradırıq burada, o belə. Bunu yaratdıq. Bu barmağınızla bunu belə tutursunuz. Tutdunuz və bu burada qaldı, tutdunuz bunu buradan. Baxın, bu. Bununla bunu tutandan sonra belə göstərim. Bununla bunu tutdunuz, düzdür, burada belə üst bucaq var. Bununla bunu tutmuşsa burada üst bucaq var. Baxın, bununla buranı tutmuşsa, buranı gətirib belə edirsiniz. Bunu tutdunuz. Bunu buradan oraya belirsiz. Yavaş yavaş böyle edirsiniz. Ve yavaş yavaş. Yani yavaş yavaş o düğünü oradan geçirip bu parmağınızda bırakırsınız ve böyle olur. Bakın böyle saçı bunun içinden geçirdim ve düğünledim olur böyle saçı. Böyle oldu. Neyse, deməli videonun əvvəlində demişdim ki, bu video sabahlamacı videosu olacaq. Amma dərs çalışmalı. Bir şəkildə çox pis düşünüyüm. İndi isə yazı masamın üzərinə idi. Yazı masamın üstünü düzəldək. Ondan sonra da başlayaq riyaziyyat hazırlıq ilə. Yazı belə qoydum. Bunlar bu tərəfə çəkdim. Əslində bunlar indisi qoyduğum yerdəydi. Yani planşetimdə musiqiyə qulaq asarsa tapşırıq eləməyi mən sevirəm. Çünki riyaziyyatda mövzumuz asandır. Ona görə də çox necə gələni düşünmürəm. Yəni belə full konsentrə olmaq, riyaziyyat bir şeylər yoxdur. İndi isə birazdan kitablarımı göstərəm, qaydan falan göstərəm. Sonra bunları ayıracağım. Size göstereyim. Bir
Bizim ilk dərsimiz keçdi. Mən hətta vlog çəkmək istedim, amma yəni hazırlıqlar nə çəkə bilərəm ilk hazırlıq günündən? Yəni onu da paylaşmaq istəmirəm açıqçası. Çünki 6-7 dəqiqəlik bir şey yəni zorla çıxar. İlk günümüzə getdik və mən hazırlığım üçün biz alış-veriş etmişdim və dəftərlər falan almışdım. Bu rənginə bayıldım. Niyə belə bir şey seçmişəm bilmirəm. Yəqin ki, yaxşı rəng gəlmişdir. Çünki kesinliklə dəftərlərimə baxın, kesinliklə dəftərlərim burada durur. O qədər zövqlü seçimlər eləmişəm. Çünki belə qri, belə açıq mavi varkən niyə mən gedib belə bir rəng seçmişəm? Hətta narıncı, cırtlaq narıncı, qırmızı dəftərlərim belə var. Narıncı dərkən bunu kəstiriyordum bu arada. Neyse, bundan başımı bırakalım. Və hazırlığımızın ilk günüydü. Müəllimə ilk olaraq hamımıza belə bir qayda payladı. Bu qaydanı hamımızın əzbər tutacağını dedi, əzbərləməliyik. Natural ədədlər var bölünmə, əlamətləri var, qavşağı, sadə ədədlər, sadə mürəkkəb ədədlər, əbab, ortaq məxvəz gətirmək, kəsrlər, vuran, düzgünlər, bilməz, məsələ var. Bəs qaydalarda belə o yüz büyüsü, bunlar hər dəfə verəcək bizə mövzusu. Biz bunlar payla keçirəcəyik. Ondan sonra da bəncə bir dənə papaya qoyacaq. Belə. Bu arada göstərmək utanıram. Dəftəri ilk dəfə orada işlətdik. Xəttim o qədər bərbad düşür. Bir göstərim deşir. İğrəncə səliqəsiz yazmışam. Belə qara quru eləmişəm. Yəni normalda çox səliqəli yazan biri deyil. Amma bu qədər də səliqəsiz yazmıram. Səbəbini deyim. Bizdə orada mən axır-axırlarda keçdim masaya. Orada siz necə idi? Həm masa var idi, həm də ki oturacaq olaraq. Oturum da məndə yazım. Həm belə masa var idi, həm də ki şey var idi. Olur belə bəlkə görəsiniz, tək stollar var idi, bir nəfərlik. Şəklini tapsam əgər bu yanlarda bir yerə qoyaram. Belə stoldu, bir dənə qolludur da. Yəni bu sadəcə sağ əllə yazanlar üçün ayarlanmış bir şeydir. Bu çox çətindir. Məsələn, siz necədir? Stol yazanda siz yazan qolunuzu qoymursunuz stolun üstünə. Mən sol axayam deyə sol əllə yazsam, mən yazan qolum qalır havada. O biri qolum qalır stolun üstündə. Yəni çox düşüncəsiz bir davranışdır. Niyə bunu belə icad edirlər bilmirəm. Yəni hamı sağla yazısı deyə bir şey yoxdur. Ona görə mən bir qolum havada, yəni cüzbəylə yazdım. Sonra keçdim stola. Biz evə bizə 2 dənə kitabı aldırdı bizəcəm. Bir bu neçənci nəşrdir? Bu 2024-də, hə. Bir deyim, bu 2025 ya da 2024 fərqi yoxdur dedi. İkisi də eynidir. Ona görə də mən 2024 aldım. İşlənmiş mağazin aldım bu arada. Arxasındakı qiymət 14 manatdır. Mən 10 manata aldım. Təzədir, yəni heç şəkildə təzə qoxusu belə kitabın üstündə durur. Yəni ki, mənim keçənlər aldığım kitabımda o yoxdur. Bunda yoxdur o. Biz bizə ev tapşıraraq gündəmdəydi. Dimdən natural ədədlərdən 113 dənə tapşırıqdı. Hamısını evə yazmağa verdim. Amma belə ki, biz orada tək ədədləri yazmışdıq. Yəni 1-i, 3-ü, 5-i. Biz onu yazmışdıq. Haradasa neçəyə qədər yazmışam. 7-yə qədər yazmışam. Amma ki, müəllimimiz dedi ki, oturun başdan hamısını yazın. 113 dənələrdən yazmalıyıq. Və düşünürəm ki, çox çətin olmayacaq mənim üçün. Yəni, mən çox çətinliyə sanmayacaq. Amma vaxt çox bərəcək. Belə, indi başlayacağım bunu eləməyə. Və çayını qaynata gedəm, özümə qəhvə düzəltməyəm. Və axşam yeməyi yemədiyim üçün adam tortda qoyacam özüm üçün. Gedək.
Kofemi də, yeməmi də yedim. İndi isə bunu yazmağa davam edirəm. Siz də izləyin yəni. Ben çalışma vlogda. Bunun artıq yəni olanmaz. Yəni mənim sıxıcıdır falan yəni. Evet. Ben davam edirəm. Hardasa bir 80 olanda falan açarım videonu. Dedim, 80 lira demiştim aslında. 90 lira işledim. Gösterim. Buranı göstermiştim. Bundan sonra buranı yazdım. Buranı da böyle yazdım. 90 lira. Total bende 50-90 lira sıkıntı. 1, 2, 3, 4. 5. səhifədəyim artıq. Və hələ 90 liradır. Harasa 23 tane falan qalıb. Doğrusu ben yoruldum. Ben 100 tane tamamlayayım. Burada stosum var. Biraz istirahat mı edeyim yoksa istirahat edeyim. Ya da hamısını bitirip istirahat edeyim. İngiliz dilim de var eləməyə. Onu da eləmək istirahat 2-6 dəqiqə işləyir. Ben 1 saat falan bitirərəm diye düşünürdüm ama prosto. Oyuncuya kalmış falan diye düşünürdüm prosto. Alınmadı. Bu arada Reyhan yazmışdı bayağı. O benden qabaq başlamışdı aslında. Prosto insan Fars'ta biraz çok böyle bir iş olduqsa. Ben başlamamışdan qabaq 70'dəydi. Və bayağı vardı, yoxdu 70'dəydi. Bir 5-10 dəqiqə danışdıq, sonra söndürdük. Belə. Mən ən yaxşısı bu 100'ə qədər davam edirəm. Baxın da. Ben devam ediyorsam 113'e kadar yazarım. Sonra dincələrəm elə bir dəfəlik. Artıq benim dayandı. Ona görə mesela sol dayandırdım. 95'te dayandırdım. 2 daha solda yazamamışam. İndi isə biraz dincələcəm. Deməli, mən biraz dincəldim. İndi davam edirəm. Deyəsən, ay bunun altına çox qoymuşam. Deyəsən, riyaziyyəti yazıb yatacam. Çünki ben nerede akşam gece yatmıştım, çay işlemiş falan yapmıştım. Saat 8 falan durmuştum. Ya 8'in yarısıydı durdum. Ve görünse de 5-10 dakika yatmışım. Yani hamsa olsun ben hayatta yoxum. Yine de ki çok yuxum gəlir. Çünkü bugünlerde idmanım da var idi. Hazırlığa da gittim, bayağı yorulmuşam. Riyaziyyatımı bitirip yatacağım böyük ihtimal. İngiliz dilində sabah davam edirəm. Onu da çəkərəm deyə düşünürəm. Belə. Ertesi gündən hamıya salamlar. Bu son kadrdan sonra riyaziyyatımı bitirip ondan sonra da yattım. Yəni gecə saat 3'də yattım. Səhər sardı saat 1'də 2 işləmiş oyanmışam. Bilmirəm niyə o qədər dərin bir yuxuya girmişəm, necə yorulmuşamsa, nəysə. Buralara girmək istəmirəm. Dönənləri ingilis dilimi eləyə bilmədim. Ona görə də indi ingilis dilimi eləyəcəm. İngilis dilimi əslində 5-ci gündəm, 7-ci mən daha rahat olsun deyə. İndi bacardığım qədərilə eləyəcəm. Əslində tam eləmək istəmirəm. İstəyirəmmi? Bilmirəm. Baxaram da. Məsələn, indi saat 19-11'dir. Yəni saat 8-11 dəqiqə işləyir. Atam işdən gələnə qədər, yəni yemək yeyənə qədər 8'e 9'a gəlsə, 9'a gəlsə 1 saat falan xeyləm eləyərəm deyə düşünürəm. Deməli, ingilis dilindən dəftər falan bilmirəm. Nəsə, müəllimimiz belə bilən bu qaydanı düz mənə atmayıb. Mən sonradan getdim hazırlığa, qızlardan aldım. Prosto özdə də atacam da. Ümid edirəm ki, PDF şəklindədir onda. Qızların mənə atdığımda şəkil formasındaydı. Və şəkillər WhatsApp'dan atanda, yəni internet nədən falan, nə ilə bağlıdsa, necə izah edeyim, bəziləri gec gedir. Yəni bundan ardıcı sıralarla gəlmirdi. Hamısı belə qatma qarışıq idi. Mən bacardığım qədər yığmağa çalışdım. Nə bilim, nandu, isimdir, prolar nandu, isim var, nə bilim nədir belə. Bunları yığmağa çalışdım. Belə bir dənə qayda var burada. Bu keçən dərsdə, ilk dərsimizdə də müəllimə təkrar olaraq bizə nanı başlanayağı keçdi. Ondan sonra repetitiv case falan keçdi. Belə.
Və onunla bağlı evə 130 dənə test verib, 2 dənə də reading verib, 20 dənə də sinonim verib əzbərləməyə. Mən bilən. Bu dəftər niyə buradadır bilmirəm. Belə qəşəng bir dəftərim var. Bu dəftərdə mən keçən illəri SG'yə hazırlaşarkən belə qısa qeydlər çıxarırdım. Belə. Yəni bildiyiniz əslində qısa nədə olmadı, yadımdan çıxdı. Belə qısa bir qeydlər çıxarmışam burada. Ki özət keçmişəm də. Bu bir tərəfində isə sözlərin özətini keçmişəm. Bunu bu illə öyrənmişəm. 5-ci sinifdən bilmədiyim sözləri belə yazmışam. 6-dan bilmədiyim belə yazmışam. 6-dan başladı bilmədiyim 3 səhifədə. Tam olaraq neçə sözdə 6-dan bilmədiyim 125 dənədir. 7-dən belədir. 7-dən 3 səhifədə. 2 səhifədə 1 səhifədə 54 dənə. 8-dən 2 səhifədə 91 dənədir. 9-da isə bura qədər falan yazdım. Sonra gördüm ki, bu sadəcə 2 unitdir də. 2 unit falan belədir. Bu qədər söz çıxır. Mən düşündüm ki, 6 unit yazana qədər nə qədər söz çıxar. Ona görə də 9-un başımı bıraxdım. Şeydə açmışdı o telefonumda. Bir də ona baxdım. Reading açmışdım. Görüm burada hansı readingdir. Telefonuma baxım. Deməli, mən readingləri readinglərə baxdım. Gördüm ki, mənim kitabımda yoxdur. Bu kitabın 10-11'də var. Bizdə orada gələn 11-ci sinif uşaqları da var. Yəni 10-11'lərdə var. Müəllimi onlara da bunun 10-11'ini aldırıb. Prosto müəllim elə bilirdi ki, içində fərqli yəni daha belə çətin olacaq onlar falan, amma içləri eyniymiş. Readinglərdən prosto readinglərin bəziləri yox idi burada. Ona görə də şey eləmədim. Çoxlu dərinə getmədim. Yəni telefonda baxdığım kimi yazdım belə. Ona görə videonu açmadım yazan yerdə. Readinglərimi yazdım. 130 dənə testim qalıb. Testim zaten asanlıqda isimdir. Amma indi isə mən gedirəm saat hazırlamağa. Mən yeməyimi yeyib gəldim. Dediyim kimi readingi belə yazdım. Bir səhifə tutub 4 dənə reading idi. İndi isə keçəcəm testə. Testi yazacağım. Şimdi şey koyaq. Belim ağrıyıb yazan köpək koydum. Mən 50 dənə testi bitirdim. Belə yazdım. 50 dənəsini qaldı. Geriyə qaldı 80 dənə. Bu diğerlərinin daha asan olacağını düşünürəm. Ümid edirəm. Özümü inandırmağa çalışıram. Bilmirəm, nə deyirsinizsə də. Qaldı digər 80 dənə. Onları da eləyəcəm. İngilis dilimdə bitəcək yazı olaraq. Mən nömrələdim. Bir belə bu hissəni nömrələdim. Bir də arxasını belə nömrələdim. 80 dənədir. İndi isə başlayıram işləməyə. Burada isə artıq yazımı yazıb bitirirəm. Amma çəkdiyim video deyəsən silinib. Yəni yazdıqlarımı falan orada göstərirəm. Amma onlar silinib. Yəni buradan belə üstdən səs yazmayı yerə bildirmək istədim. Bundan sonrası yazılarım bitir və videoda sonlanır. Videonu da burada sonlandırıram. Eğer beğendiyse like etmeyi ve abone olmayı unutmayın. Sağ olun.